evlilikdən öncə cinsi əlaqəyə girməyin. Ona görə yox ki, sizin buna haqqınız yoxdur, var haqqınız. Ona görə ki, oğlanlarımız sizə qiymət ondan sonra verməyəcək. Özünüzü aldatmayın. Bura Avropa deyil. Kişilər toydan öncə seks olar, qadınlar isə olmaz. Nə qədər bizim oğlanlar desəm də ki, yox, qadının qızlıq pərdəsi qızın yerində deyilsə, o tərbiyəli qız ola bilər. Qızlıq pərdəsi onun tərbiyəsinin göstəricisi deyil. Bizimkilərə bunu çatdırmaq bu dəqiqə mümkün deyil. Qadının mənəviyyatı qalır, qadının dünya görüşü qalır, qadının xanımlığı qalır, qadının evdarlığı qalır. Bir dənə qızlıq pərdəsinə qafamızı taxmışıq. Kişi xəyanət eləyəndə bədəni ilə eləyir, qadın isə duyğuları ilə eləyir. Allah deyir, birini alsanız sizin üçün daha yaxşı. Demək, daha yaxşısı daha haqlı olandır. Demək, sənə 5 qadın olar, mənə niyə 5 kişi olmaz deyə bilərlər qadınlar. Və deyən, mənə o sualı verən qadınlar var. Qadın kişini sevərsə ondan iPhone tələb eləməyəcək. Qadın bir sənə iPhone istəyir, dirəşir. Gör ki, sən olsa onunla bundan gəzirsən, kobud desək. Deyir, mən də qan çıxardım da, gətir mənə indi iPhone al. Bəs xəyanətdən sonra ailədə real səadət mümkündürmü? Yəni, yenidən xoşbəxt ola bilirlər? Mümkün deyil. Kişinin evli ola masturbasiya etməsi, bu da xəyanət sayılırmı? Qadınlar xəyanəti, xüsusilə hamilə qadınlar 100% hiss edirlər. Niyə Azərbaycanda evlilikdən sonra seks azalır? Sevgi olmayan yerdə olan seks sadəcə vəzifədir. Uşaq doğan maşın kimi qadına baxırsansa, təbii ki, bu azalacaq yox. Ümumiyyətlə, əvvələn olmayıb, burada olmayıb. Salam, mən Hüseyin Narayevin təqdimatında üzləşməyə baxırsınız. Bugünkü qonağım ailə terapevti, psixoterapevt. Salam, xoş gəlmişsiniz. Salam, salam. Özünüzü qısaca təqdim edin. Özüm deyəndə, özüm biraz daimi öz olacaq, gələcək fəlsəfə aspektlərə. Məni cəmiyyətin tanıdığı obraz var, həkim kimi tanıyırlar. Bir 10 il dövlət kanalında veriliş aparmışam deyə, ailə həkimi veriliş. Amma ixtisasca 2009-cu ildən bəri klinik psixologiya üzrə məşğulam, yəni psixoterapiya üzrə. Həkim bazı ixtisasım var, təbii, diplomu bitirmişəm, amma ikinci ixtisas da almışam, ikinci ali təhsil. Ona görə Əli Nağıyev, klinik psixoloq, psixoterapevt, elə dediyiniz kimi ailə terapiyası mütəxəssisi, belə qəbul edə bilərsiniz. Fəlsəfəni, ruhi, psixoloji mövzuları sevən bir, yəni ürəkdən sevən bir insan kimi qəbul edə bilərsiniz. Bugün sizi çağırmaqda da elə məqsədimiz ümumiyyətlə ailədən danışmağımızdır ki, məncə düşünürəm ki, cəmiyyətimizin də buna hardasa bir ehtiyacı var. Maariflənməyə mi deyim, bilgi sahibi olmağa mı deyim? Çünki bilirsiniz, hal-hazırdakı son dövrlərdə boşanmaların sayının artması, ailəyə ümumiyyətlə əvvəlki kimi ailə kimi baxmamaları insanların və bunu çox yüngülləşdirməyi, ucuzlaşdırmağı açıq mən sevmirəm. Bizim indiyə qədər olan podkastlarda da bu mövzulara toxunmuşuq. Amma sizlə də bu haqda sırf bu psixoterapiyası haqqında və sırf ailənin nə olduğu və psixoloji tərəfdən bunların necə gedir, bunların hamısını danışmaq istəyirəm. Və ilk sualım, ailə nədir? Müqəddəs institut yoxsa sosial ehtiyac? İnsan ailəni xoşbəxtlik üçün qurur, yoxsa tək qalmaq qorxusundan? Aynen, o baxır insana, elə əvvəldən buna cavab verim. O baxır insanın, yəni bir fərdin dünyaya baxışına. Amma ailə fenomen kimi dedin, ailə nədir? Yəni ciddi bir şeydirmi, ya elə belə bir sosial hadisə? Əslində bu sosial hadisə sözü daha uyğundur. Yəni nədir ailə? İnsan biyo-psixososial varlıqdır. Məsələn, mən bir fərd olaraq, mənim var bioloji tərəfim, bədənim. Bədənim, onun funksiyaları. Var psixoloji tərəfim, yəni psixoloji dünyam. Ora aiddir mənim düşüncəm və emosiyalarım, yəni hisslərim. Bir də var sosial tərəfim. Ailə mənim psixososial ehtiyacımdan doğan bir şeydir. Nədir o psixososial ehtiyac? İnsanın psixososial ehtiyacı doğmalıq hissinədir. Biz çoxumuz sevgi dediyimiz şey, əslində şirəsini sıxsaq doğmalıq hissidir. Yəni ailə o doğmalıq hissini məndə formalaşdıran bir mikro mühitdir, mikro sosiumdur. Yəni böyük cəmiyyətin kiçik parçasıdır. Mənə sadəcə maraqlı olan nədir, bilirsiniz, sizin yanınıza müxtəlif insanlar ailə terapevti olduğunuz üçün gəlirlər və mənə ən çox bu danışmaq istədiyim də bayaq dediyim kimi mövzu Azərbaycan cəmiyyətində olan ailə modeli necədir və niyə məsəl üçün bayaq dediyim sualların birində də belə bir şey əlavə etmək istəyirəm ki, niyə Azərbaycanda ailələr fərqli bir təzyiqlər əsasında da qurulan ailələr var, hansı ki, misal atıram, bir yaşı çatıb artıq onu evdən təkid edirlər ki, evlənməlisən və ona görə bir məcburiyyət yaşayıb da evlənən insanlar var. Ümumiyyətlə, ən çox sizin öz təcrübənizdə, ən çox evlənən insanlar nəyə görə evlənirlər?
Yəni Azərbaycan cəmiyyətinə baxsaq. Deməli, bizim dəfələrcə olub söhbətlər, bu mövzuda suallar da olub, oxşar, amma sən birbaşa şirəsini sıxırsan, mahiyyətini verməyə çalışırsan sualın. Nədən gedir söhbət? Nə qədər ki bizim cəmiyyət evləndirir, o qədər biz xoşbəxt olmayacağıq. Yəni cəmiyyət evləndirir, valideynlər evləndirir. Evləndirmək. Bir var evlənmək, şəxsi seçim. Bir də var evləndirmək. Evləndirilən insanların təbii tək başına baş çıxarlamayacaqlar sabah. Çünki ana və atanın bətnindən, psixoloji bətnindən tam çıxmayıblar. Bu ailənin başçısı artıq o həmin insanlar deyil, onların valideynləridir. İdarə eləyən də onlar. Bu iki nəsil arasında sadəcə bunlar bir vasitədir. Onların şəxsi dünya görüşü və şəxsi dünyası demək olar ki, formalaşmır. 21-ci əsrdə olduğumuz üçün də bu Hüseyin bəy, bu məsələn 19-cu əsrdə olsaydı bunun bir qəbahəti yox idi. Amma indi hamımız əlimizdə iPhone gəzdirən dövrdə, hamımız TikToka baxan dövrdə bizim ailə İngilis ailəsindən fərqli olsun deyə bilmirik. Getdikcə onlara oxşayacaq, onlar da bizə oxşayacaq. Bizim ailə Çin ailəsindən fərqli olsun deyə bilməyəcəyik. Bizim ailə məsələn Ərəb ailəsindən fərqli olsun, onu deyə biləcəyik. Çünki onlar da bizdən daha o tərəfə şərqdilər. Düz. Yəni mentallıq var da, mentallığımız orta qızıl statistikaya qədər ailələrimiz dağılacaq. Hansı ailə dağılacaq? Doğmalıq hissini formalaşdıra bilməyən, sırf ailə qurmaq xətrinə qurulan ailələr bunlar dağıla gedəcək. Bir müddət sonra isə bu silkələr, rusların bir utilizasiya, yəni hər şey silkələnib öz yerinə düşəcək və yeni düzən, yeni dönəm ailə mühiti formalaşmağa başlayacaq. Ailə dağılma sayı azalmağa başlayacaq. İndi bu 20 ilə mi olacaq proses bizdə, yoxsa 30-40 ilə mi, bunu dəqiq proqnoz vermək olmaz. Amma proses hələ dağılmağa doğru gedir və gedəcək. Təəccüblənmək lazım deyil. Mən sualınıza içinə, ürəyinə toxuna bildimmi? Yəni bizim ailə, bugünkü ailə, orta statistik mental Azərbaycan ailəsi sırf mən filankəslə doğmalaşım deyə qurulmur. Evlənməliyəm deyə qurulur çox vaxt və mən də bunun faciəsini hər gün işimdə görürəm. Evləndirilən, zorla evləndirilən, cinsi əlaqəsi alınmayan gənclərdən tutun, 40 il əvvəl zorla evləndirilib, bugün də 60 yaşında qadındır. Doktor, bəs mən neyim, 3 uşağım var idi, işləmirdim, evdən qaça bilmədim, çıxa bilmədim, özümü məcbur edim, bu insana özümü əzdirdim illərinə, indi də dözənmirəm, indi də boşanmağa utanıram deyən qadınlara qədər. Yəni hər cür bunun faciəsini görmüşəm. Yəni o vaxtda mən boşanın demirəm. Mən demirəm Azərbaycan ailə anlayışı pisdir. Xeyr, Azərbaycan ailəsinin içində bir doğmalıq aspekti varsa əladır. Var. Amma hamısında yoxdur da, məsələ budur. Amma belə bir sual verim də, o vaxt evləndirilən insanlarla, yenə də o kimsə qıraqdan evləndirilən insanlarla, indiki evləndirilən insanların arasında fərq var. Çünki o vaxtki qadınlar tərəfindən götürək, indi kişilər onsuz da biz evləndiriləndə də, özü evlənəndə də necəsə bir Azərbaycanın mental sayılır, bir evlinin kişisi də deyə bir gedir. O vaxtki qadınlar susurdu. Bəs indiki qadınlar buna susurmu evləndiriləndən sonra da? İndiki qadınlar təkcə anasını nümunə görmür axı. İndiki qadınlar susmur ona görə ki, onların türk serialları, başqa seriallar, TikTok, Instagram, sosial şəbəkə nümunələri var axı. Məsələn, qızı bizim gözəl rayonlarımızın birində verirlər 16 yaşında ərə. Adam ancaq ailəsindən tanıyıb bir də oğlanı görür. Bu oğlan da 35 yaşında ki, Rusiyada. Nənəm Ərəsət deyərdi. Ərəsətdə olub gəlib, indi qız alıb aparmaq istəyir və evlənmək istəyir. Tamam mı? Evləndilər. 5 il sonra qızın gözü açılmağa başlayır. Belə kobud belə deyək, gözü açılmağa başlayır. Gizlindən TikTok istifadə etməyə başlayır. Qabağını kəssən də, yəni bir cəmiyyət elə cəmiyyətdir ki, 20-ci əsrdə bir yol tapılacaq və bu insan birdən-birə gözü açılanda TikTokda hansısa məsuliyyətsiz bir, avara həyat sürən bir gəncin aşkım can deməsinə uyaraq 3 dənə uşağı 22-23 yaşında buraxaraq evdən qaçır. Çünki o canı və aşkımı evdə görməyib, ondan bir həzz duymağa başlayır, bir doğmalıq hiss eləməyə başlayır. Halbuki bu süni doğmalıqdır. O oğlanın da ailəli qadını belə münasibətlərə dəvət edən o gəncin, avara gənc ki var, onun da məqsədi sırf cinsi həzz yaşamaqdır. O da məsuliyyət daşımır çox vaxt. Bir oyun oynayır ki, onu yaşasın. Oyun oynayır, onun vecinə deyil orada uşaqların taliyi və s. Yəni, burada faciə 16 yaşında ərə verən, onu təhsil almağa qoymayan, 7-ci sinifdə məktəbdən çıxardığı evdə otuzuran, şəxsiyyət yetişdirməyən ailənin ümumi faciəsidir. Sonra da ər getdi, vurdu, flankəsi öldürdü. Ər də mənliyi ancaq o mentallığa, dırnaq arası namus var, həqiqi namus var mənim düşüncəmə görə. Həqiqi namus odur ki, mənim anama, bacıma, qadın tayfama sataşana mən cavabını verməliyəm. Xətrinə dəyən və zor işlədənin.
Qarşısını almalıyam. Dırnaqarası namusudur ki, mən arvadımı boşadım. Arvad gedib şəxsiyyət qurmaq istəyir, gedib onu vurub öldürürəm. 2 qızım qaldı ortada, 3 qızım olsun, da hətta olur belə hadisələr. Mən getdim türməyə, içəri, həbsə. Qadın da getdi qəbrə. 3 dənə qızın namusu harda qaldı? Bu necə namusdur? Yəni, mən başa düşürəm, mentallığımızın bugünkü ailəyə gətirib çıxartması yolu ki var, bu dağla-dağla gedəcək və heç kim, yəni bizi izləyən heç kim bunun qarşısını ala bilməyəcək. Çünki onda gərək informasiya axınının qarşısını alasın. Onda gərək insanların özünü tanımağın qarşısını alasın. Onda gərək insanların həzz alma istəyinin qarşısını alasın. Bunu bəşərin tarixi boyu heç kim buna eləyə bilməyib. Bir də Azərbaycanda boşanmaların ən çox səbəblərindən biri qohumların ailə münasibətinə qarışmağıdır. Və belə bir sual vermək istəyirəm. Niyə insanlar problemləri, ailə daxili problemləri olduğu halda, niyə ailə terapevtinə yox da qohumlara sir açmağa üstünlük verirlər? Mən biraz fərqli düşünürəm. İndi gəlirlər terapevtlərə. Mənə də çox gəlirlər. Məsələn, mənim məşğul olduğum 10 kazus, hekayənin 8-i bu dəqiqə ailə məsələsidir. Həqiqətən aktualdır bugün. Ona görə bu mövzuya həvəslə gəlmişəm bu söhbətə. İndi formalaşır da ona gəlməyimizdə, amma yenə də gəlməyənlərimiz var. Çünki bizdə boşanma mədəniyyəti formalaşmayıb. Mən boşanın demirəm, yanlış anlamasınlar. Bizdə evlənmə mədəniyyəti var, özümüzə məxsus mentallığımız, toy mədəniyyəti, evlənmə mədəniyyəti var, hansı da yalancı xəyallara söykənən bugün vəziyyətdir. Amma boşanmanın mədəniyyəti yoxdur. Boşanma anlayışına olan pozitiv münasibət yoxdur. Aqressiv, negativ münasibət var. Demirəm ki, boşanın. Deyirəm ki, boşanma sərhədində boşanmaq lazım olduğunu dərk edəndə boşanmaq vacib olur. Yəni, boşanma mədəniyyəti o deməkdir ki, vaxtı gələndə boşanmaq da lazımdır. Boşanma mədəniyyətindən də, evlənmə mədəniyyətinin ortasında bir nə var? Ailə psixologiyası, mədəniyyəti, kulturası var. Yəni, özünə hörmət edən insan öz problemini, həlli yollarını düzgün yolda tapmalıdır. Əgər mən qohumlarımla istəyirəm ki, mənim ailəmdə konflikt var, qırağa çıxartmaq kimi çıxardıramsa, onda mənim qohumlarım, yəni oğlan tərəfəmsə, subyektivdir qıza münasibətdə, qızın qohumları da mənə münasibətdə subyektivdir. Sadə məntiqdir də, bu tərəfkeşlik var da orada, subyektiv yəni tərəfkeşlik. Tərəfkeşlik də varsa heç vaxt orada ədalətli münasibət qurmaq, barışdırmaq mümkün olmaz. O, ağsaqqallar barışdırar da. Bugün bu mümkün deyil. Çünki elə obyektiv ağsaqqal da tapmaq mümkün deyil. Və bu subyektivizmdə, bu tərəfkeşlikdə də ailə daha da dağılacaq. Qızı susturdularsa ürəyində qalacaq. Məsələn, olub dəfələrcə. Gəlir ailə, bu yaxınlarda bu ailələrin ünsiyyətdə olduğum ailələrdən biri. Deyirəm ki, xanıma ki, tək-tək danışıram. Nəcə boşanmamsınız? Bu qədər ki, buna qarşı aqressiya var, qəzəb var. Deyir, doktor, mənim atam-anam qoymur boşanmağa. Olmaz. Boşanma olmaz. Olmaz. Mən hekayə yadımdadır ki, sonra o getdi. Qadın sığınacaqların birini o xanım. Gətirdilər daha da sığınacaq, yenə sığınacağa qayıtdı. Bir sonrası taliyin düzdür, xəbərdə olmuruq, bizə aid deyil o məsələ. Amma o ərəfədə niyə gətirmişlər? Posttraumatik streslə ciddi nə baş verir? Rayonların birində yenə də olan hadisədir. Bakıda da olur belə hadisələr, təkcə regionlara aid deyil və nə baş verir? Ata, ana deyir ki, ərə getmirsən, gora getmirsən. Oğlan da, bunu həyat yoldaşı da, qeyri-düzgün həyat tərzi keçirən və s. Bundan istifadə edib onu əzir. Olub ki, da ağlaya-ağlaya çöldə qoyub, qışın soyuğuna cəza verib ona. Belə halların, gecələrin birində bu çıxıb gedib, özünü başını qoyub reisləri üstəki özümü öldürəcəm. Atası tərəfə qaydanmır. O tərəfdə də vəziyyət bu cürdür. İnsan yerinə sayılmır. Variant özünü öldürməkdir. Belə bir vəziyyətdə kimsə onu görüb, çıxardıb, sığınacağa, oradan da mənim yanıma getmişlər mütəxəssis kimi posttraumatik streslə işləməyə. Düzdür, rahatladı, sakitdir. Başa düşdü ki, həyat var imiş, yaşamaq olarmış. Artıq cəmiyyət ona dəstək olacaq. Yəni bu ailə deyil. Ailə bayaq dedik, doğmalıq hissi olan, sevgi olan, mübahisə olanda da mübahisəni həll etmək niyyəti olan bir mühitdir. Ailə bir-birinə düşmənçiliyi olan mühit deyil, toksik münasibət, əzmək mühiti deyil. Yaxşı, praktikanızda sizi ən çox sarsıdan ailə hekayəsi hansı olub və elə bir ailə gəlib yanınızda ki, bu ailəni xilas etmək mümkün deyil demişsiniz? Məndə o proqnoz vermə imkanları var təbii. Bizim bir sosial verilişlərin bir nereden qonaq kimi gedirəm, çağırırlar sağ olsunlar. Orada da proqnoz verdiyim ki, mən düzgün çıxıb, çünki profesional proqnoz vermişəm. Ki, bunları barışdırmağa da çalışmayın. Müalicə almasalar barışmayacaqlar. Deməli, ailə cütü gəlir qəbula, tutaq ki. Və baxıram, danışdırıram onları. Görürəm ki, burada travmatik münasibət. Nədir travmatik münasibət? Mən onu öz terimimlə ifadə edirəm. Travmaları var insanın. Məsələn, qızın atası ilə bal travması da oğlana yönəldir. Halbuki o travmanı təmizləsə oğlandan yola gedəcək və doğmalıq, sevgi bərpa olunacaq. Oğlanın anasına problem var, qıza yönəldir. Özü də bilmir bunu. Şuuraltı işləyir. Belə ailələr olub. Bu ailələrdə proqnoz optimadır. Proqnoz optima, yəni yaxşı olacaq. Bir şərtlə ki, ikiniz də biləsiniz ki, qəbul edəsiniz ki, probleminiz var. Onu məntiqlə anlayasınız və bunun üstünə işləyək. Amma ailə var ki,
Məsələn, mən yanıma xanımın hekayəsini deyim sizə. Gəlib ki, mən yoldaşım məni atır, gedir, mən ailənin dağılmanı istəmirəm. 5-6 seansdan sonra oğlan dəvət eləmə, oğlan gəlmir. Qardaşı bir doktor qardaşı var. Mənə zəng edir, doktor, xahiş edirəm, kolleqası ona bir çağırın, dəvət edin, o da gəlsin. O da qalır ki, mən dəli deyirəm ki, dəli odur doktor, onunla məşğulum da. Bu da bunu atıb getməyə meyilli, belə ailəsinə qarşı soyuq olan bir insandır və xanımla danışdıq, məlum oldu ki, bu özü qəlbən bu insanı itələyir. Xanım itələyir. İtələm istəmir və istəyir ki, o günahkar çıxsın sadəcə. O getsin və o günahkar çıxsın. Bu ailənin proqnoz pessimadır. Bu ailə deyil artıq. Bu boşanmalıdırlar. Və boşandılardı. Belə hekayələr var, müxtəlifdir. Yəni fərdidir Hüseyin bəy. Burada qızıl qanun qoymaq olmuş. Fərdilik, amma qanun nədir? Qanun odur ki, əgər ailə bazasında sevgi olan, doğmalıqla bir-birinə bağlanmış, yaxınlaşmış iki gəncdirsə, amma 3 ay, 5 ay, 1 il, 2 il, 3 ildən sonra aralarında konflikt başlayırsa, o konfliktin kökündə travmalar, şəxsi həyatda travmalar, yəni ailəyə qədər ki, travmalar durursa, onu düzəltmək olur. Amma, bax, insanın 3 səviyyəsi var da, var insanın rasional səviyyəsi, düşüncə səviyyəsi. Hinduistlər demişkən, 3 yuxarı çakra. İndi çakra sözü bu. Aşağı səviyyə var, ondan biraz aşağı. Bu nədir? Aşağı yox, mərkəzi səviyyə, emosional səviyyə. Demək var, rasional, yəni düşüncə səviyyəsi var, emosional səviyyə. Mən deyəndə əlimizi hara qoyuruq? Chest, yəni döş qəfəsi bura. Yəni emosiyalar, hisslər. Bir də var aşağı cinsel səviyyə. İki insanın bir yerdə qalmaq üçün o 3 səviyyədə uyğunluq olmalıdır. Əgər iki insan əqli səviyyədə əladırlar, dostcasına, otursunlar, kino müzakirə etsinlər, film müzakirə etsinlər, emosional səviyyədə də az-çox uyğundurlar. Amma cinsel bir-birinə iyrənmək var, daxilən qəbul etmirlər. Bu ailə qala bilərmi? Qalmalıdırmı? Ailə qadın-kişi münasibəti bazasında. Orada cinsi münasibət çox vacibdir. İkinci vəziyyət, cinsi cazibələr şiddətli dərəcədə əladır. Emosiyalar da az-çox uyğun gəlir, amma düşüncələr tamam uyğun deyil. Biri təhsilsiz, biri təhsilli. Birinin çevrəsi başqa, birisinin düşüncəsi başqa, çevrəsi başqa. Bu ailə qala biləcəkmi? Ancaq dərrakələrə uyğunlaşsa, amma 30-40 yaşdan sonra necə dərrakə uyğunlaşdıracağım mən? Yəni, burada proqnoz olur pessima, yavaş-yavaş məsələn ayrılır. Və yaxud da ki, ağıllara uyğundur. Cinsi cazibə var, amma emosional uyğunluq yoxdur. Bu, onun hisslərinə lağ eləyə bilər ki, bu nə kinoda ağlayırsan, bu nə filmdə ağlayırsan, burada heç ağlamalı yer var. Hələ bir güləcəkdir. Yəni, burada artıq uyğunsuzluq var. Yəni, 3 səviyyə uyğundursa müəyyən dərəcədə, uyğunluq 50%-dən yuxarı, kobud belə deyək. Onda ailənin birgə qalmağı, doğmalıq yaratmağı mümkündür. Amma burada ən əsas budur. Belə bir sual verim. Ümumiyyətlə, hər kəs ailə qurmalıdırmı? İnsan ailəyə hazır olduğunu necə anlayır? Yaş, maddiyyat, yoxsa psixoloji yetkinlik və sevgilidən həyat yoldaşına keçiddə əsas problem nədir? Birinci vacib o bazadan başladın, yaxşıdır sualı. Yəni ki, ümumiyyətlə, hər kəs ailə qurmalıdırmı? Hər kəs ailə qurmalı deyil. Və burada 2 məsələ var. Birinci, hər kəs ona görə qurmalı deyil ki, hər kəs bunu istəməyə məcbur deyil. Adam var ki, ailə qurmaq istəməz, onun seçimidir. İkinci də, hər kəs psixoloji yetkin sözü işlətmə, keçən sualın axırda. Hər kəs psixoloji yetkin deyil ki, ailə anlayışının içinə girsin, doğmalığı qurmağa başlasın. Bu, istəməyənlər kateqoriyası ayrı. Adam var, istəmirəm də mən evlənmək, müəyyən. Onun da 2 tərəf var, bunu da araşdıraq. Evlənmək istəməyəni var, travmalı evlənmək istəməyən, heç kimə inanmıram, doktor. Təşvişdədir, həyəcandadır, inanmır. Bu xəstəlikdir, müalicə eləmək lazımdır. Bir də var, ağılla, başla sakit seçir ki, mən dünyaya övlad gətirmək, yeni doğmalıq qurmaq, bağlılıq qurmaq istəmirəm. Aseksual ümumiyyətlə həyat yaşayacağım və cinsəl də heç istəmirəm heç nə. Bu normaldır. Bu normaldır. Ağıllı seçim olaraq, xəstə seçim deyilsə, insanın seçimidir. Mən belə istəyirəm. Niyəsini istəmirəm izah eləmək. Nə vaxtsa onun o verdiyi qərara görə, söz kəsir, nə vaxtsa verdiyi o qərara görə yaşlılıqda peşmançılıq çəksə necə olacaq? Yəni, bir insan bir müddət yaşlaşandan sonra mən dedim, yetkin insandır, yaşlılığını da təsəvvür edib. Ki, gedib qocalar evində qalacağım. Elə dövlətlər var da, orada problem yoxdur, qocalmaqda problem görmür. Tək qala bilərəm, axırda ki, qocalar evinə girəcəm, bəs salam. Amma bu fakt deyil ki də, ki 30 yaşında bu qərarı verirsə, məsəl üçün, artıq bir ağlı oturmuş bir yaşda, məsəl üçün, bu qərarı verirsə, mən buna əminəm deyirsə, bu fakt deyil ki, 45 yaş, 50 yaşında, 60 yaşında bunun fikri dəyişməyəcək. Mən şəxsən ailə qurmamağın tərəfdarı deyiləm, şəxsi subyektiv fikrimdir və mütəxəssis kimdə rəyim budur ki, ailə qurulsa yaxşıdır. Gəldi ki, ailə quran adam, psixoloji yetkinlik işlətdi. O nə deməkdir o psixoloji yetkinlik? Mən nə bilərəm ki, ailə qurmalıyam? Biz də o səhvləri buraxmışıq tarixini, həyat tarixçəmizdə. Mən 51 yaşım var və hər kəs o səhvləri buraxmasın deyə bu nümunəni, misalı, bir nəticəni, bir mütəxəssis rəyini deməliyəm.
Mən o vaxt evlənə bilərəm ki, mənim emosional zəkam istənilən səviyyədədir. Emosional zəka, emosional intellekt deyirlər buna. Nədir o emosional intellekt? Çox vacib bir məsələdir və bu həmişə müzakirə olmalı. Mən hətta razıyam ki, bu gələcək söhbətlərimizin birində doktor emosional zəka haqqında danışmaq istəyirəm deyib bir dəvət eləyəsiniz və ya siz də başqası kimsə fərqi yoxdur. Bu mövzu danışılmalıdır. Amma siz dəvət edəsiniz, danışmağa daha həvəslə razıyam. Emosional intellekti qısaca deyəcəm, qısaca. Ona gedən yollar ayrı mürəkkəb mövzudur. Nədir emosional intellekt? Emosional intellekt odur ki, mən hisslərimi, bütün hisslərimi, sevincimi, kədərimi, nifrətimi, qəzəbimi və s. və ilə hamısını anlayıram. Hardan bitdiyini, kökü hardan gəlir anlayıram. O hisslərimin hansı travmadan yaşandığını və yarandığını başa düşürəm. O hisslərimə, emosiyalarıma nəzarət edə bilirəm. Onları pozitivə çevirə bilirəm və idarə edə bilirəm. Üstə gəl. Bu birincisi mərhələdə. Sənin də emosiyalarını tanıyıram, müsahibimin. Onları da idarə edə bilirəm. Bu ən yüksək səviyyədir. Emosional intellektin ən yüksək səviyyəsində evlənmək çox gözəl nəticələr gətirib çıxarır. Bir şərtlə qarşındakı da o səviyyə qalxsın və ya qaldıra biləsin. Bu olur evlənməyin bazası. O halda evdə əsassız mübahisə olmayacaq. O halda sən evlənəndən sonra heç 2-3 il hələ uşaq da istəməyəcəksən ki, bir-birimizi, emosiyalarımızı tanıyaq. Ona görə mən bəzən təklif eləmişəm ki, Azərbaycanlı dəyərli qızlarımız gedib oğlanlarla yatağa elə belə girməyin, üzr istəyirəm. Evlilik istəyirlər, evlənin, amma evlənəndən sonra da 2-3 il uşaq istəməyin. Əlində qucağında uşaqla gəlib atan evində qalmaq çox ağır bir prosesdir. Bir 3 il uşağı stop eləyin, görün bu uyğunlaşa bilirsinizmi? Avropada evlənmədən bir yer yaşayırlar, onlar üçün problem deyil. Onlarda o etibar var bir-birinə. Orada qızlara ona görə pis baxmırlar. Bizdə bizim həmin səni yoldan çıxardan qızım, oğlan ki var ha, sənə sabah yuxarıdan aşağı baxacaq. Onunla ailə qur, amma ailə quran sonra uşağı tələsmə. Özünün sərbəstliyin, gücün olsun. Bir gələcəkdə bir şeyin olsun da. Həm də emosional yetkinliyini yoxla. Bəli. Gör, davalaşırsınız, davalaşmırsınız, yola gedirsiniz, doğmalıq var. Doğmalıqda doğun uşağı ki, uşaq da xoşbəxt. Sabah sən uşağına ata ola biləcəkmi? Yəni, ata o səviyyədə... Ümumiyyətlə, bizdə cəmiyyətdə qızlar birinci növbədə ailə məsələlərinə diqqət eləməlidir, qız uşaqları. Çünki qızlar bugün ucuzlaşırlar. Qızlar ucuzlaşırlar bugün. Sərbəst həyat eşqinə düşürlər, amma sərbəst həyatı doğru da algılamırlar. Dəyərli, əziz Azərbaycan qızlarımız, səni bugün orta məktəbdə eşqnamə oxuyan oğlan səninlə evlənmək fikrinə deyil, sənə ciddi baxmır, oğlanların, dostların yanında qürrələnmək istəyir, səndən bir şəkil istəyir ki, yalandan sənə şantaj eləsin, diqqətli ol qızım. Vaxt gələr, ailə qurarsan, özün ayaqda möhkəm durandan sonra. Cinsel aspektdə cinsi tərbiyə al, anandan al, kitablardan al. Ya bu məsələ müstəvi belədir. Ailənin bazası budur ki, qadın ailəyə münasibətində düzgün, yetkin olmalıdır birinci növbədə. Bizdə cinsel bu tərbiyə dediniz. Bizdə nə qədər cinsel tərbiyə var ailə tərəfindən? Çox sıfır yaxın səviyyədə. Problem də məncə ən belə başdan elə oradan başlayırdı ki, bizdə ailədə ümumiyyətlə bu danışılmır. Ana qızına belə, ata oğlunu keçdiyi ana qızına belə bunun haqqında məlumat vermir. Dünyada hətta cinsi tərbiyə vermək istəyən cəmiyyətlər də bayağı formadadır. Bizdə və onlarda tam iki zid mövqe var. Bax, maraqlı bir fakt deyim. Avropada məktəblərin birində uşağa hansı cins istəyirsən seç həddində biabırçı təqdimatı olduğu halda, bizdə isə tam bunun əksi ümumiyyətlə sıfırdır. Mən qızıl orta haqqında düşünürəm həmişə. Qızıl orta nədir? Oğlan və qız məktəblər olacaq. Ata və ana yox. Oğlan məktəbləri, orta məktəbdən gedir söhbət. Oğlan müəllimlər olacaq, qız məktəbi qız müəllimlər və onlara cinsi tərbiyə dərsi olacaq ayrıca müəyyən yaşdan sonra və bir neçə il ərzində. Əslində bizim vaxtımızda şəxsən bunu eləyirdilər, amma getmirdilər. Ondan belə qaçırdılar. Ailə dərsi var. Yox, qızların məsəl üçün müəyyən bir yaşa gəldiyi, çatdığı vaxtlarda... Çünki bizdə axı cinsi həyat yoxdur, tabudur axı. Hə. Kişi evdə cinsi fantaziyasını icra eləmir, gedir fahişəyə pul ödəyir axı bunun əvəzini buna görə. Yəni evdə cinsi fantaziyasını ödəyib, gedib pornoya baxır, oradan gedir fahişə yanına. Həmin fahişəyə əzizim, canım, aşkım deyəcək, xanımla bir kəlmə xoş söz yox, bir gül yox, bir münasibət yox, birgə rəqs etmək olmaz qadınımla, amma fahişənin əllə tutub videolar çəkir və rilslər qoyur ortaya. Misal üçün dedim də cəmiyyətdə belə şeylər çox görürük. Yəni fahişə nə deməkdir? Bədənini satan qadın, mən şimdi təhqir etmək istəmirəm. Bədənini satan qadından gedir söhbət. Bədəni ilə pul qazanan qadınlarımız var da cəmiyyətdə. Yəni sözümün canı nədir? Heç kimi aşağılamamaq şərtlə bunu deyirəm. Bizdə elədir ki, cinsi tərbiyə düzgün qoysa, insan o cinsi həyatını ailənin içində tapsa, kənardakı o negativ hallar var, bax onlar aradan qalxacaq.
Bugün boşanmaların səbəbi belə bir el arasında bir söz də vardı. 2-3 ildən sonra sevgi yoxa çıxır deyə bir anlayış da var. Doğrudan da sevib evlənənlər belə 2-3 ildən sonra bu hissi itirib də boşanırlarmı? Ümumiyyətlə sevgi nədir? Sevgi anlayışına baxışımız yanlışdır. Sevgi şairlərin dediyi deyil. Şairlərin dediyi getmə gözümdən, gedərəm özümdən bu psixasıllıqdır. Psixasıllığa meyillikdir. İkinci, getsən səni öldürərəm, bu da narsistik şəxsiyyət pozuntusunun davranışlardır, egoizmdir. Sevgi o ki, hara getsən, harada olsan xoşbəxt ol, onda mən də xoşbəxtəm. Həqiqi sevgi budur yəni və bu mənada, bəli, ailə doğrudan da sevgi yoxdursa dağılır. Ailə niyə dağılır? Sevgi yoxdur. Niyə? Sevgi olsa əgər, sevginin nə olduğunu deməliyik, amma burada bir sevgi anlayışını deyəcəm ki, ilk dəfə bəlkə də eşitdiyiniz sevgi anlayışı olacaq. Sevgi yoxdursa dağılır ailə və sevgi olsa əgər, pul da gözümə görünməz, başqa şeylər də görünməz, çətinliklərdən də keçərik və s. İndi yaxşı, bu sevgi nədir, doktor? Desəniz, mövqeyim var bu barədə. Kişi və qadın təbiətində sevgi fərqlidir. Baxın, bu əlimlə göstərəcəm. Baxın, bu görürsünüz, smaylik var da. Bax, burada kişi və qadın sevgisi bir yerdə budur. Burada kişi sevgisi kənardakıdır, qadın sevgisi içəridəkidir. Nətər? Necə izah edirəm bunu? Bu gördüyünüz 4 dənə barmaq kişinin sevgisinin 80% ağıllı olmalıdır. Ağılla, dərrakə ilə, 20% cinsi cazibə ilə. Kişidə emosional tərəfdən çox ağıl və seks rol oynayır. Bir yuxarı, bir aşağı mərtəbə. Orta mərtəbə var, emosiya, hissiyat, o qadındadır. Qadın hissləri ilə, emosiyalı ilə, doğmalığı ilə bağlanır. Kişi ağıl və sekslə bağlanır. Belə ailə dağılmır. Qadın kişinin seksual və ağıl tələbatını ödəyir. Yəni, kişiyə ağıllı olmağa yol verir, kişinin ağlına güvənir və cinsi həvəsini maksimum təmin etməyə çalışır. Kişi də buna yol verir. Təbii, dırnaq arası namus hekayəsini kənara çıxaraq, yataqda, qaranlıqda yapdıqlarını heç kimə danışmayaraq, cinsi fantaziyadan qadından istəyə bilir. Kişi qadına nə verməlidir? Bayaq dedim, ortadakı emosiyalar. Kişi də qadının hisslərinə, doğmalığına, nəvazişinə diqqət edir. Ona qarşı nəvazişli, hisslərinə hörmətli davranır. Onda o hissi oyatmağa çalışır. Hansı hissi? Bağlılıq və doğmalıq hissini. Yəni, çünki ortadakı ürək ki var ya, bu xəttin içindəki, ürəyin şirəsi doğmalıqdır. Kişi də qadına qarşı xəyanətsiz, tam doğmalıq və güvənli bir hiss verir. O ailə dağılmayacaq. Bəs uzun ömürlü sevgi realdır, yoxsa bu yalandır? Fikir verin, kişilərin cinsi qabiliyyəti köhnələrdə, sağlam kişilərdə 80 yaşa kimi, 90 yaşa kimi davam edirmiş. 70 yaşında ata olan vaxt kişilərimiz olub. Nə mənada? Kişi bir ömür boyu ağlı və cinsəlliyi yerindədirsə, qadının da hissləri yerindədirsə, bu ömrü boyu sevgi qalacaq yerində. Bayaq dediyim prinsipi qorusalar. Bir də o prinsipi deyirəm. Gənclərimiz üçün vacibdir. Qadın kişidə ağlını və cinsəlliyini nəzərə alacaq. Kişi də qadında hisslərini, doğmalıq verməyi və xəyanət etməməyi nəzərə alacaq. Onda ailə dağılmayacaq. Çünki doğmalıq və güvən verməlidir kişi qadına. Qadın da kişiyə seks və onun ağlına güvən, yəni tabeçilik hissi verməlidir ki, sənin ağlına güvənirəm, tabeyəm, hissləri, seksini də təmin edəcəm. Evlənməmişdən öncə cinsi münasibət ailəni möhkəmləndirir, yoxsa zəiflədir və Azərbaycan reallığında olanlar, yəni kişilər toydan öncə seks olar, qadınlar isə olmaz. Bu niyə belədir və əslində bu ədalətlidirmi? Bu bizim mentallığımız patriarxal mentallıqdan qalan atavizm və rudimentdir. Qalıq, lazımsız qalıqdır. Lazımsız qalıqdır, rudiment deyə daha dəqiq olsun. Yəni, niyə görə lazımsız qalıqdır? Kişiyə olarsa qadına niyə olmaz? Bugün qadınlar bu sualı verir. Sən olar, mənə niyə olmaz ki? Mənimlə sən hüququn bərabərdir axı. Funksiyamız fərqlidir, o ayrıdır. Fiziologiyamız fərqlidir, amma hüququmuz ki bərabərdir. Haqqımız ki eynidir. Bu haqqı da özü Allah müqəddəs kitabda da verir axı, deyil qadınlar. Xeyr ola da, yəni. Allah deyir, birini alsanız sizin üçün daha yaxşı. Deməli, daha yaxşısı daha haqlı olandır. Deməli, sənə 5 qadın olar, mənə niyə 5 kişi olmaz deyə bilərlər qadınlar. Və deyən, mənə o sualı verən qadınlar var, doktor deyir. Niyə belə bizə olmaz ki? Üstə gəldi, bax o dediyin evlilikdən qabaq cinsi əlaqə. Burada çıxış yolu həmişə bilirsiniz, elə Avropa sayağı belə bayraq qaldırıb şüar verməkdənsə, ağılla, dərrakə ilə yanaşsaq, nə qədər bizim oğlanlar desəm də ki, yox, qadının qızlıq pərdəsi qızın yerində deyilsə, o tərbiyəli qız ola bilər. Qızlıq pərdəsi onun tərbiyəsinin göstəricisi deyil. Bizimkilərə bunu çatdırmaq bu dəqiqə mümkün deyil.
Belə olan halda, halbuki bunu da deyim haşiyə çıxmaq, hamı özünü müsəlman hesab edir. Sevimli Peyğəmbərimizin qız uşağı ilə evlənmə hekayəsi ömrünün yəni 50 yaşından sonraki dönəmə təsadüf edir. Yəni ilk evləndiyi xanım Xədicədirsə, onda Xədicə xanım Muhammed Xədicə xanımın 3-cü əri idi. Yəni bu qızlıq pərdəsinə olan bu yəni qadının mənəviyyatı qalır, qadının dünya görüşü qalır, qadının xanımlığı qalır, qadının evdarlığı qalır. Bir dənə qızlıq pərdəsinə qafamızı taxmışıq. Taxdıqlarına görə qızlar, mən qızlara müraciət edəcəm yenə, oğlanlara yox. Qızlarımız bilsinlər ki, evlilikdən öncə cinsi əlaqəyə girməyin. Ona görə yox ki, sizin buna haqqınız yoxdur, var haqqınız. Ona görə ki, oğlanlarımız sizə qiymət ondan sonra verməyəcək. Özünüzü aldatmayın. Bura Avropa deyil, hələ ki. Və hətta Avropa olmağını da mən istəmərəm. Doktor, bəs neyiniyək? Oğlanlar da sual verə bilər, qızlar da. Bax, bayaq deyirdiniz ki, birgə yaşamasanız, emosional intellekti anlamazsınız. Bayaq da dedim, vurğuladım, evlənin. Amma hələ çoxalmayın. Yəni, evlənin, zaks eləyin. Zaksdan sonra boşanan uşaqsız qadına, tərbiyəsiz qadın kimi baxmayacaqlar. Evlənib boşanmısan da. Neynəmirsən ki? Amma ona da belə pis baxan insanlar hələ də var. O dərəcədə deyil də, dəyərli. O dərəcədə deyil, amma yenə yəni də. qızın çıxış yolu nədir oğlanı tanımaq üçün? Bu tən uyumu deyirlər, bir-birimizi tanıyırıqmı, uyuruqmu, cinsel həyatda, emosional həyatda, gündəlik məişətdə. Bir evdə yaşamaq üçün evlənəcəksiniz. Zaks, kəbin, toy. Toy hələ eləməyə də bilərsiniz. Sonralar bu adət halına düşə bilər ki, 3 ildən sonra ikinci toy olacaq. Böyükdən də böyük toy. Bu bir yarı zarafatla deyilən bir ideyadır əslində. Zaks olmalıdır. Zaks məsuliyyət verir hər ikinizə. Birgə yaşamaq üçün mentallığınızı tapdalamamış olursunuz. Birgə yaşında amma bir şərtlə ailə planlaması deyilir. Uşaq olmasın. Hətta buna qol çəkin, şərt kəsin ki, uşaq olmasın. Bir də nikah müqaviləsi bağlayın. Qızlarımız, bax sizə aiddir. Ərə gedəndə ailə quran nikah müqaviləsi bağlayın. Bu şərtlə mən səndən boşanmağa haqqım var. Bu şərtlə sənin malın mülkün belə böləcəm. Bu artıq hüquqşünaslara müraciət edin, onlar sizə bunu öyrədəcəklər. Yəni evlilikdən qabaq cinsi əlaqə sual verdim. Bu qədər məsələ çıxdı. Çox aktual sualdır. Evlənməmişdən qabaq, evlənməzdən öncə cinsi əlaqə olmaz. Qızlarımıza xüsusilə bunu vurğulayıram. Hələ də olmaz. Çünki bizim oğlanlara o sayədə etibar yoxdur. Ümumiyyətlə, uşağın ailədə yeri nədir və uşaq ailəni birləşdirir, yoxsa problemləri gizlədir? Ümumiyyətlə, sizin suallarla Hüseyin bəy, bu dəyərli Hüseyin bəy, maraqlı ki, cavab onun içində gizlənir əslində. Uşaq, əgər ailə, mən bayaq dediyim doğmalıq bağı, bir-birinə emosional tanıma bağları üzərində, emosional zəka üzrə formalaşıbsa, uşaq ailənin zəruri tələbinə çevrilir. Əgər evliliyə qədər uşaqları varsa, evləndən sonra daha biz əlavə uşaq istəmirik, bir-birimizi yaşamaq istəyik deyə bilərlər, bu ayrı. Amma evliliyə qədər övladları yoxsa hər ikisində bir atalıq və analıq potensialını yaşamaqları pis olmazdı. İnsan emosional yetkindir, zəkalıdır, emosional zəkaları var və atalıq və analıq funksiyası bizi Allaha yaxınlaşdırır. Bu bir ayrı bir fəlsəfi söhbətin mövzusudur. Atalıq və analıq funksiyasını yaşayandan sonra biz Allahı daha çox anlamağa başlayırıq. Bir ya iki uşaq olasa kifayətli deyirlər, olsun, bir olsun, iki olsun, amma bu dadı duymaq istəyəcək o valideyn, dadını duymaq istəyəcəklər. Və ailəni birləşdirirmi? Hə, biraz daha da möhkəmləndirir o cəhətdən ki, ortaq bir əlavə dəyər meydana çıxır. Ortaq dəyərlər neyin insanları birləşdirirlər? Amma yox, bayaq dediyim emosional zəkası yoxdur, evləndiriliblər və ya evlənib hələ bir-birini tanımamışdan uşaq doğublar, əksinə problemlər kəskinləşir. Və o uşaq ailəni dağıtmağa aparıb çıxardacaq. Diləri qıraqdan məşuqa gəldi, ailəni dağıtdı, kişini apardı, ailəni dağıtdı. Qıraqdan bir kişi gəldi, qadının başını qatdı, ailəni dağıtdı. Xeyr, ailə içərdən dağılır ki, sonra kimsə onu apara bilər kənara. İçərdən dağılman ailəyə kənardan müdaxilə mümkün deyil. Ailə elə bir strukturdur, doğmalıq bağıdır ki, o içərdən dağıla bilər ancaq. Sonra kimsə kənardan o hasar ki, qala ki uçara, o doğmalıq qalası uçdusa, etibar qalası, güvən qalası uçdusa, ora girmək problem deyil. Məşuqələrdən danışmışsan, belə bir sual verim. Xəyanət nədir və yalnız cinsi münasibətlə olur xəyanət, yoxsa yazışma və ya flörtdə xəyanət sayılırmı? Vacib sualdır. İnsan niyə xəyanət edir? İlk başdan sadə suallar mı çox vacibsə? Niyə? Bayaqki söhbətlərin məntiqi davam edəsində çox gözəl ardıcılıqdır bu. Bəli. Xəyanət, mən psixoterapevt kimi ona adulter deyərdim, adulter. Elmisiz. Niyə? Baxın, nəyi tutmağınızı istəyərdim. Xəyanət pasiyentim üçün travmadır.
mənim üçün bir hadisədir. Niyə elə deyirəm? Travmadan çıxmaq üçün hadisəyə münasibət dəyişməlidir. Ona eləcə hadisə kimi baxmaq öyrəşməlisən. Və bu hadisənin niyə baş verdiyini anlamalısan. Onda sən o insanı bir daha yalançı sevgi ilə aldanmayacaqsan və kənar durmağı, qəlbini kənara çəkməyə bacaracaqsan. Xəyanət dediyiniz adulter nədir? Adulter cütün, bir cüt var. Cütün kənarda cinsi əsaslı ünsiyyət formasıdır. Cinsi əsaslı, cinsi niyyətli. Nə demək? Cinsi niyyətli flirt hərəkətləri, baxışmaları, yazışmaları, cinsi niyyətli görüşlər, hətta yalanın dostluq adı qoyursunuzsa, cinsi niyyətli təbii yatağa girmələr, bunlar olur, hamısı adulterdir, hamısı xəyanətdir. Xəyanətin nə olub siz qadınlardan soruşun. Bir qadın üçün emosional hər hansı bir ünsiyyət başladısa artıq xəyanətdir. Yəni, onun üçün travmadır. Bizim üçün isə bu adulter hekayəsidir, bəli. Ona görə xəyanətin qorxulu cəhəti o prosesin üzrə onun verdiyi travmadır. Məsələn, bir qadın ömürlük hamıya olan inamını itirir. Bir kişi də ömürlük hamıya olan inamını itirir. Bir ağır travma alır. Məsələn, kişi və qadın xəyanəti arasında hansısa psixoloji baxımdan fərqlənirmi? Bayaq ki, sevgi mövzusuna qayıtsaq, biləcək. Belə bir məsələ də işte, yəni Azərbaycanda ən çox istifadə olunan sözlərin biri də var ki, kişi xəyanət eləyəndə bədəni ilə eləyir, qadın isə duyğuları ilə eləyir. Bayaq, biz kişi-qadın ayrımı eləyirik, biraz seksist münasibət oxşuyur. Amma nə qədər psixologiyada bu inkar olunmur. Kişisel və qadınsal, erkəksi və qadınsal davranış tərzi var, mentallıq var. Biz bəşəriyyəti əlindən bunu ala bilmərik. Nə qədər indi transgender simvolikası artmış olsa da cəmiyyətdə biz xalis erkəksi və xalis qadınsı bilək türkçə ilə desək, davranışda ayırmalıyıq və bunu psixologiyada vacibdir. Bu dəqiqədə dünyada heteroseksuallar o digərlərindən çoxdur. Ona görə bu Azərbaycanda bu məsələ aktualdır. Ona görə kişi və qadın xəyanəti formatını ayırmaqda məntiq var. Bəli, həqiqətən kişilər bayaq dedik axı, ağıl və cinsiyyətlə sevdiyi üçün kişilər kənarda ağıl və cinsiyyət axtarır. Qadın isə kənarda nə axtarır, nə istəyir, evdə görmədiyi nədir? O bir dəfə psixologlardan biri iPhone-la emosional tələbatı bərabərləşdirib məşhurlaşmışdı. O doğru yanaşma deyildi. iPhone emosional tələbat deyil. Emosional tələbat. Yəni, onun emosiyalarını nəvaziş etmək, oxşamaq, hisslərini oxşamaq. Onun üçün bir güllə bəs eləyər. Nəinki mütləq iPhone olmalıdır. Yəni, məsələ nədən gedir? Qadın kişini sevərsə onun iPhone tələb eləməyəcək. Eləcə emosiya istəyəcək. Qadın emosional var. Qadın bir sənə iPhone istəyir, dirəşir. Gör ki, sən onunla bundan gəzirsən, kobud desək. Deyir, mən də qan çıxardım da, gətir mənə indi iPhone al. Bu məsələ emosional tələbat evdə ödənməyən də uzun sözün qısası qadın qıraqda onu axtarır, kənarda. Qadın xəyanətləri emosiyadan başlayır. Can, aşkın, bayaq misal çəkdimi? Oradan başlayır. Kişidə isə baxır qadının figurasına, ağılına, danışığına başlayır ona maraqlanmağa və gedir düşür o quyuya, xəyanət quyusuna. Evdə onu ala bilmir yenə də. Evdə ala bilmədiyin çöldə axtarır. Bəli. Bəs xəyanətdən sonra ailədə real səadət mümkündürmü? Yəni yenidən xoşbəxt ola bilirlər? Mümkün deyil. Çox kəskin və qəti söyləyəcəm. Bir şərtlə mümkündür. Bayaq dediyim kimi. Zaten emosional zəka yerindədirsə, ailə qurulubsa, xəyanət olmur. Amma olsun insan ayağı büdürüyübsə, səhvini anlayırsa, qarşı tərəf onu əvvəl sevməyəcək ki, sıfırdan sevgi başlamalıdır. Sıfırdan artıq ağıllı yolla görək bir-birimizi təzədən sevə bilirikmi deyən cütlərdə bəlkə mümkündür, dəyərli qardaşım. O da 30% keçməz. O da o niyyət qoymuş ki, barışaq. Əks halda qadın boşanmırsa xəyanətdən sonra, o boşana bilmir deyə boşanmır. Sənin sifətinə tüpürər də, boşanar da, çıxıb gedər də. Qalsa da qisas almağa qalır, özündən asıl olmayacaq. Nə vaxtsa onun qisas alır, gündəlik qisas alır. Səndə negativ görəcək. Qadın xəyanəti unutmur. Necə? Ümumiyyətlə, nə qadın, nə kişi unutmur. Xəyanəti bağışlamaq olurmu? O vaxtla olur ki, sən onu artıq sevməyəsən. Mənim adamım deyil. Halallıq verirəm, get xoşbəxt ol. Əllə itələmək. Ona görə xəyanət ciddi mövzudur, adulter ciddi mövzudur və ailə dağılmanın səbəblərinin içində öndə gedir əslində. Hamiləlik zamanı bilirsiniz, elə bir müddət var ki, hamiləlikdə ki, həmin vaxtı cinsi münasibət olmaz. Olmaz dedik, eləməsən daha yaxşı olar və doğuşdan sonraki bir dövrdə də bunu qorumaq lazım olan bir dövrü var. Bu zaman cinsi münasibətin azalması zamanı kişi necə davranmalıdır və xəyanət etməsi normal qarşılana bilərmi və ümumiyyətlə kişinin evli ola masturbasiya etməsi, bu da xəyanət sayılırmı? Maraqlı suallar. Kişi əgər heyvani səviyyə düşünürsə, qadın hamilə olanda gedib kənarda seks axtara bilər. Qadın da heyvani səviyyə düşünürsə, amma hər ikisi bayaq dediyim emosional zəka içindədirlərsə,
seksin cinsi əlaqənin təkcə koitus olmadığını biləcəklər. Koitus bilirsiniz nədir? Orqanın orqanda hərəkətinə koitus deyirlər. Kişi cinsi orqanı, qadın cinsi orqanın daxilindədirsə bu koitusdur. Məcbur deyil ki, bu daxilində olsun ki, sən cinsi həyat yaşayasan. Cinsi həyat təkcə koitus deyil, uşaqlar. Bu mənada hamilə qadının cinsi həyatı, bəli, o hamilə qadının cinsi həyatı sən onu qucaqlamağından, nəvaziş verməyindən, öpüb əzləməyindən ibarətdir. Sən də cinsi həyatını illaki boşalmaq, ereksiya olmaq, eyakulyasiya olmaq istəyəcəksən, qadın sənə kömək edə bilər. Kənarda niyə axtaracaqsınız ki bunu? Əgər kişi deyirsə ki, mən hamilə idi, getdim kənar cinsi əlaqə axtardım, demək emosional yetkin deyil, o başa düşür ki, qadınlar xəyanəti, xüsusilə hamilə qadınlar 100% hiss edir. Hamilə vaxtı, emosional vaxtı ümumiyyətlə həssasiyyət dönəmidir və Allahın qadını qoruduğu dönəmdir. Sənin xəyanətindən də onu qoruyur, necə? Bildirir xəyanəti ona. Qadın bunu hiss edir uşaqlar. Özünüzü aldatmayın. Bəylər, mənim həmcinslərim. Azərbaycanda evlilikdən sonra seks azalır və seks tabusu ailəni hansı risklərə aparır? Ümumiyyətlə, evlilikdən sonra seks ona görə azalır, yox. Seks ümumiyyətlə əvvəldən olmurların beyinlərində. Vəzifə icra etmək olur. Sevgi olmayan yerdə seks yoxdur. Sevgi olmayan yerdə olan seks sadəcə vəzifədir. Cinsi əlaqə vəzifədir. Təbii o azalacaq da, sən bir şey motivasiyan yoxdursa, oradan həzz almırsansa, elə belə salam əleyke salam eləyib qutarırsansa, uşağım doğum, uşaq doğuzduracam, uşaq doğan maşın kimi qadına baxırsansa, təbii ki, bu azalacaq yox, ümumiyyətlə əvvələn olmayıb, burada olmayıb. Dünyasında olmayıb onun seks. Yəni, seks tabusu, bəli, seks cinsi tərbiyə dedik əvvəldə söhbətimizin. Cinsi tərbiyə olmayan ailə əvvəl-axır dağılacaq 20-ci əsrdə. Kişilər bayaq dedim axı, cinsi əlaqə istəyəcəklər. Fantaziyaları var. Qadınlar da kişini sevirsə, doğma hesab edirsə bunu icra edəcək. Kişi də buna icazə verəcək. Doğmalıq var da, heç kimə demirlər ki, dünən biz nə elədik. Və bu mənada təbii cinsi əlaqə haqqında tabu, məlumatların olmaması, qadın və kişinin birgə pornoqrafik mövzuları, cinsel mövzuları müzakirə edə bilməməsi müasir ailədə, yəni ailənin dağılmasa da yalançı ailə o şeyə çevrilməsinə zəmin yaradır. Yalançı ailə, dırnaq arası. Son olaraq belə bir sual vermək istəyirəm. Ailə qurmaq üçün insan daha çox nəyi öyrənməlidir? Sevməyi, dözməyi, yoxsa ayrılmağı? Heç birini. Ailə qurmaq üçün insan özünü tanımalıdır, öz hisslərini tanımalıdır, özünün nəyi, niyə etdiyini anlamalıdır. Onda o həm hər şeyi öyrənəcək, sevməyi də, dözməyi də, ayrılmağı da avtomatik öyrənəcək. O biləcək ki, sevmək nədir, dözmək lazımdır mı? Ümumiyyətlə, dözmək lazım deyil, səbir ayrı şeydir, dözüm ayrı şeydir, bunu biləcək. Ayrılmağın da mədəniyyətini öyrənəcək ki, ayrılmaq vacib olanda ayrılacaq. Ona görə insan özünü öyrənməlidir. Doktor, çox sağ olun, gəldiniz, vaxt ayırdınız, maraqlı söhbət oldu. Düşünürəm ki, bizə baxan insanlar da maarifləniblər hansısa bir tərəfdən və inşallah ki, cəmiyyətimizdə ailə birlikləri daha sağlam olar, daha xoşbəxt olar. İstəyirəm biraz güldürəm səni, deyilən sağlığa. İçən olmasan da, sən elə gözəl fikir ifadə elədin ki, biz tərəflərdə o yeyib içmək məclisləri yadıma düşdü. Deyilən sağlığa. Yəni, sənin bu xeyir dualarına, arzularına qoşuluram. Mən də hər bir ailə, fərd, hər kəsə xoşbəxtlik və salamlıq arzulayıram. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib, dostlarınıza paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.